Əziz müəllim, bəzi hekayələr var ki, onlar nə video şəklində təqdim etmək olur, nə yazı şəklində təqdim etmək olur. Onlar ancaq səsli formada təqdim edilməlidir ki, öz yerini tapsın. Yəni, həqiqətən sizlərə faydalı olsun. Bu gün elə bir dərsə, elə bir mövzuya gəlib çatmışıq ki, bunu mən sizə sadə bilgi kimi ötürməyim, çatdırmağım, elə də bir şey dəyişməyəcək. Qalıcı bir təsir bağışlamağını istəyirəm. Ona görə də sizi bir kofe deytinə dəvət etmək istəyirəm, amma bu xəyali bir deyt olacaq. Amma bu cür digital imkanlar bizə imkan verir. Bizə öləndən sonra belə toxunuşlar etməyə imkan verir. İndi bu səsim də o mənim indiyə kimi hazırladığım bütün dərslərin bəlkə də ən özəli olacaq. Və bəlkə də ən təsirlisi olacaq. Bəlkə də mən dünyamı dəyişəndən sonra belə bu səs yazısı kimlərinsə həyatında ilham olacaq. Hansısa müəlliminsə dinləyib ilham aldığı bir səs yazısına çevriləcək. Ölümsüz olmaq, bəlkə də sonsuz olmaq da elə bunun kimi bir şeydir. Gəlin başlayaq biz kofe deytimizə. Sizi deytə çağırıram. Xəyali bir deytə. Və çox xahiş edirəm, bu səsimi indi bura kimi dinləmsinizsə, bəlkə avtobusda dinləmsiniz, bəlkə sinifdə, bəlkə koridorda, bəlkə evdə yemək bişirəndə, bəlkə maşın sürəndə, harada dinləyirsinizsə, bu hissəsindəki bu notumu çox xahiş edirəm, diqqətə alın. Bu səs yazısını çox özəl bir ana saxlayın və orada dinləyin. Məsəl üçün, mən belə bir şey deyə bilərəm. Evdə hamı yatsın, axşam vaxtı, gecə saat hardasa 12-1 arası. Çıxın balkona əgər yaydısa və yaxud evdə bir köşənizdə qulaqlığınızı taxın, əlinizə bir kofe, evdə bir kofe dəmləyin, əlinizə fincanınızı alın və məndən xəyali bir şəkildə söhbətə başlayaq. Ümid edirəm ki, bu səsi dinləyəndən sonra pauza basasınız və sizdən xəyali olan deytimizə biz artıq başlaya bilərik. İndi xitablarımda sən deyə xitab edəcəm. Olsun. Həmişə dilimi öyrəşmişsiniz, amma çalışacağım bu dəfə sən deyə xitab edeyim. Və bu səsimi yazarkən sizləri vahid bir şəxs kimi önümdə oturmuş və o cür söhbət edilmiş kimi edirəm. Xəyal olaraq bəzi məqamlarda dayanacam, sizə sual verəcəm, siz düşünməyə vaxt ayıracam. Belə, özüm də ilk dəfə belə bir şey təcrübə edirəm. Özüm də xəyali olaraq zehnimdə canlandırıb prosesi sizə belə bir anlat edirəm. Eləsə başlayaq. Çox uzatmayım. Hələ çox işlərimiz var. Salam, əziz müəllim. Bugün səndən çox rahat, çox səmimi bir söhbət etmək istəyirəm. Elə təsəvvür et ki, ikimiz bir kafedə oturmuşuq, qarşımızda 2 fincan kofe var və mən sənə uzun müddətli ürəyimdən gəzdirdiyim bir mövzunu açmaq istəyirəm. Mövzumuz özgüvən. Daha dəqiq desək, bir müəllimin özgüvəni. Gəl sənə birinci sual verim. Bugün çox sual verəcəm sənə və bu ən rahat, ən sadə sualım olacaq, ilk sualım. Və xahiş edirəm, bu sualı dərhal cavab vermə. Biraz düşün. Sualım budur. Sənə görə özgüvən nə deməkdir? Düşün, dayan, kofendən bir qurtumu al. Tələsmə, hara tələsirik? Hamının bir yerlərə tələsdiyi bir şəhərdə, mən Bakıdayım, bilmirəm səni harada dinləyəsən. Fərq yoxdur ki, artıq hər yerdə bir yerlərə tələsirik. Biraz dayanaq. Dayanaq və bu sualı cavab verək. Sənə görə özgüvən nə deməkdir? Bilirsən, niyə bu sualı soruşuram? Çünki biz bu sözü çox tez-tez işlədik. Filan kəsin özgüvəni yüksəkdir, mənim özgüvənim yoxdur, uşağa özgüvən qazandırmaq lazımdır. Amma bu sözü tam olaraq nə mənada işlətdiyimizi heç düşünmüşük. Ümumiyyətlə, tək bu deyil, bir çox məsələlər var ki, biz o fikirləri rast gələn deyirik.
Heç düşünmədən o ifadələri ağzımızdan çıxarırıq. İndi yenə qayıdaq məsələyə, özgüvənə. Bəziləri deyir ki, özgüvən hər mühitdə rahat danışa bilməkdir. Bəziləri düşünür ki, yaxşı geyinib, gözəl bir maşında gəzmək özgüvəndir. Bəziləri də sanır ki, bir mühitdə hamının diqqətini özünə çəkə bilmək özgüvəndir. Sənə bir sir deyim, sənə bir şey deyim. Bunların heç biri özgüvən deyil. Heç biri özgüvən deyil. Bəs sən özgüvən. Elə sözün özünə diqqət eləsək görəcəyik, özgüvən. Bu söz özü bizə hər şeyi deyir. Öz, yəni sənin mahiyyətin, sənin içində olan güvən, yəni etibar, inam. Deməli, özgüvən nə demək oldu? Öz-özünə güvənmək. İndi burada dayanaq. Bu çox sadə görünür ilk başda. Elə deyilmi? Amma əslində içində çox dərin bir məna gizlənib. Və növbəti sualımı verirəm. Sən bir insana nə vaxt özgüvənli deyə bilərsən? Ətrafındakıların ona verdikləri imkanlara güvəndiyi zaman, cibindəki puluna güvəndiyi zaman, geyindiyi paltara, sürdüyü maşına, daşıdığı vəzifəyə güvəndiyi zaman, yox, əzizim. Özgüvən o zaman başlayır ki, insan bütün bunlardan kənara çıxıb, sıyrıla bilib, öz-özünə güvənir. Yəni, mənim pulum var, ona görə güclüyəm demir. Mən özüm güclüyəm, ona görə də pul qazana bilirəm deyir. Fərqi hiss edə bilirsən? İkisi arasında çox uçurum bir fərq var. Yaxşı, indi gəl biraz da dərinə gedək. İndi sənə üçüncü sualımı verim. Yenə tələsmə və düşün. Bir insan həyatda istəklərini neçə yolla əldə edə bilir? Ağlıma həmən şey gəlir, halal, haram yolu gəlir. Nəysə, mətləbdən kənara çıxmayım. Cavab əslində çox sadədir. Bir insan istədiyi bir şey iki yolla əldə edə bilir. Bir, ya özündən gözləyir onu əldə eləməyi, ya da başqalarından gözləyir. Yaxud başqa cür deyim, bir insanın gözləntisi ya öz daxili dünyasındandır, ya da xarici dünyadandır. İndi sual yaranır. Nədir daxili dünya, nədir xarici dünya? Sənin biliyin, sənin bacarığın, sənin baxış bucağın, sənin bir məqsəd uğrunda etdiklərin. Bunlar sənin daxili dünyandır. Bunlar səndən kənara çıxmır. Bunlar həmişə səndə qalır. Bunlar səndəndir. Bunlar səndədir. Bəs xarici dünya nədir? Ailən, rəhbərin, qohumların, dostların, evin, maşının, bankdakı pulun, daşıdığın vəzifən, sənin özündən kənarda olan hər şey, bu xarici dünyadır. İndi bax, bu əsas qayda gəlir. Əsas qanun gəlir. Onu anlatacağım indi sənə. Bu hamısını bir cümləyə sığdıracaq. İnsan xaricdən gözlədikcə, yəni xaricdən gözləntiləri olduqca özündən gözləntisi azalır. Xahiş edirəm bunu zehnində bir yerə, bir kitabxanaya apar, ora qoy, bir dəfə qoy, zehnində bir otağın divarına bunu yaz. İnsan xaricdən gözlədikcə özündən gözləntisi azalır. Düzdür, indi hələ ki bu biraz elə bir bizə mücərrət bir anlayış kimi gəlir. İndi gəlib bunu başlayaq biraz konkretləşdirək, biraz masaya yatıraq bu məsələni. Təsəvvür et, bir uşaq var. Dərs kitabını unutduğu zaman anası ona çatdırır. Bu uşaq çantasını yoxlamağa ehtiyacı duyarmı? Cavab bəllidir, xeyr. Çünki o bilir ki, unutsa da anası gətirəcək. Bəs bu uşaq özündən nə qədər gözləyir? Demək olar ki, heç nə gözləmir. Çünki xaricdən anasından gözlədiyi üçün özündən gözləməyə ehtiyacı qalmır. Bir gözləntisi qalmır. Başqa bir misal deyirəm. Pula ehtiyacı olan bir adam. Amma bilir ki,
lazım olsa kimdənsə borc ala bilər. Bu adam xəstəliyinə diqqət edərmi? Yox, etməyəcək. Çünki xaricdən gözləntisi var. Bir də işə yeni başlayan bir işçi var. Rəhbəri ona deyir ki, sən hələ yenisən, bu işi bacarmazsan, mən özüm edərəm. Bu işçi nə vaxt öyrənəcək bəs? Heç vaxt. Çünki rəhbəri ondan gözləmir. Əksinə onun əvəzinə edir. İndi səndən istəyim budur, özünü yoxla. Gör bu qanun sənin həyatına necə təzahür edir. Sən həyatında, karyeranda, şəxs həyatında bu anlatdıqlarım necə işləyir? Lazım gəlsə biraz burada səsimi də pauza edə bilərsən, biraz düşünə bilərsən, elə davam edərik. Yəni tələsməyək. Bu çox önəmli bir məqamdır bu hissə. Bu artıq bizim özümüzlə ciddi mənada dürüst ola biləcəyimiz bir haldır. Biz artıq bu hazırki vəziyyətdə yeni bir hala daxil oluruq və özünü rahat hiss edə burada. Mən onsuz da bilmirəm ki, öz-özünlə sən əslində. Hayda, çox maraqlıdır. Özgüvən adında dərsi öz-özünə bir dinləmə ilə edirsən. Mən belə yoxam ortalıqda. Səsim var, amma fiziki olaraq görüntüm yoxdur. Fiziki olaraq ortada heç nə yoxdur. Sadəcə səsimi dinləyirsən və özünlə baş-başasın. Qayıdaq mövzumuza. Gəl indi bu mövzunu bizim məsələmizə gətirək, müəllimliyə gətirək. Sənə bir sual verim. Sən sinifdə olan şagirdinə nəyi öyrətməlisən? Səndən gözləməyi, yoxsa özündən gözləməyi? Bütün müəllimlikdə bəlkə də mən deyərdim ki, bu sual ən prioritet sualdır. Şagirdlərə qarşı olan tutumumuzda ən prioritet sual bu olmalı deyə düşünürəm. Mən şagirdimə məndən gözləməyimi öyrətməliyəm, yoxsa özündən gözləməyimi öyrətməliyəm? Bu sualı özünə çox səmimi ver. Çünki cavab çox şey dəyişəcək. Biz müəllimlər tez-tez bu təliyə düşürük. Şagird sualı həll edə bilmir. Biz dərhal lövhəyə çıxıb həll edirik. Şagird məsələni anlamır. Biz bir də izah edirik. Bir də izah edirik. Bir də. Niyə? Çünki biz düşünürük ki, bizim vəzifəmiz ona həlli çatdırmaqdır. Halbuki bizim vəzifəmiz bu deyil. Bizim vəzifəmiz ona həlli çatdırmaq deyil. Bizim vəzifəmiz onu həll edə bilən biri etməkdir. Burada ipin qaçırmışıq. Bu iki şey eyni şey deyil. Tamamilə fərqli şeylərdir. Burada çox vacib bir nöqtə var. Bir körpəni təsəvvür edə. Körpə tək başına geyinə bilməz, düzdür? Anası onu geyindirir və bu normaldır. Olması gerəkən də budur. Bəs həmin körpə 7 yaşına, 10 yaşına gələndə də anası onu geyindirirsə, orada bir problem var deməli. Bu uşaq nə vaxtsa tək geyinəcək, ya yox? Əgər ona fürsət verilməsə, heç vaxt geyinə bilməyəcək. İndi sənə bir sual verirəm. Uşağa geyinməyi öyrətməyin yolu nədir? Düşün biraz. Tələsmə. Cavab gəldi dilinin ucuna. Həqiqətən də cavab nədir səncə? Uşağa geyinməyi öyrətməyin yolu nədir? Metod, texnika, taktikadan da söhbət edir. Çox bəsit bir dənə cavabı var. Cavab çox bəsitdir və çox gözəl cavabdır. Fürsət vermək. Başqa heç bir yolu yoxdur. Nə qədər izah etsən də, nə qədər göstərsən də, ona fürsət verməsən öyrənməyəcək. Əzizim, öyrənməyəcək. Amma burada bir çətinlik var. Uşaq ilk dəfə geyinməyə başlayanda çox yavaş olacaq. Düymələri səhv bağlayacaq. Corabını tərs geyinəcək. Ana kənardan baxıb belə düşünəcək. Ay Allah, nə qədər yavaşdır. Gəl mən özüm edim, daha tez olsun. Və ananın haqqı var, yəni. Nə yalan deyim. Həqiqətən də özü etsə daha tez olacaq. Amma uşaq heç vaxt öyrənməyəcək.
Bir müddət sonra isə uşaq sürətlənir. Düymələri düzgün bağlayır, özü seçim edir və bir gün gəlir, uşaq deyir ki, ana, mən artıq özüm bacara bilirəm, özüm eləyə bilirəm. Bax, budur özgüvən, budur yetişmək. İndi gəl bu anlattığımız hekayələri, söhbəti, hər şeyi, məğzi yavaş-yavaş sinifə köçürək. Görək sinifdə daha konkret olaraq, daha müəllim-şagird münasibətinə daşıyaq. Sən bir şagirdə yeni mövzu izah edirsən. O çalışıb məsələni həll etməyə başlayır. Yavaş işləyir, səhvlər edir. Sən kənardan baxıb düşünürsən. Ay Allah, nə qədər yavaşdır. Gəl mən özüm izah edim. Və yaxud da özüm müdaxilə edeyim. Bu əsnada həmişə tövsiyəm dayanmaqdır. Səbirli olmaqdır. Bu an çox kritik andır. Çünki sən bu anda iki şey arasında seçim edirsən. Birincisi, ya məsələni həll edirsən, problem həll olur, amma şagird öyrənmir. Ya səbr edirsən, şagirdə fürsət verirsən, biraz vaxt itirir kimi görünür, amma şagird yetişir. Və burada mühüm bir dərs çıxarırıq. İnsan qısa müddətli, anlıq həllərin cazibəsi səbəbindən uzun müddətdə həlli düşünməyə meyl etmir. Çox möhtəşəm bir ifadədir. Bir daha təkrar edirəm. İnsan qısa müddətli, anlıq həllərin cazibəsi səbəbindən uzun müddətdə həlli düşünməyə meyl etmir. Anlıq problem həll oluna bilər. Amma vacib olan nədir burada? Davamlılıqdır. Bir daha o şagird eyni tipdə məsələ ilə qarşılaşanda yenə sənə baxacaqmı, yoxsa özü həll edəcəkmi? Bütün məsələ bundan ibarətdir. Gəl burada biraz daha prosesi şəxsiyə indirək, öz şəxsi həyatımıza gətirək, yavaş-yavaş içəriyə daxil oluruq, fərqindəsənsə. Sən indiyə qədər neçə şagirdin əvəzinə düşünmürsən? Neçə dəfə mən özüm edim daha yaxşı olar demirsən? Neçə dəfə şagirdin hələ cavabını verməmiş, sən onun yerinə cavab vermirsən? Düşün biraz. Özünə qarşı biraz da dürüst ol. Narahat olma, öz-özümüzəyik. Başqa şey deməyəcəm ha. Heç eşitməyəcəm də. Düşün. Düşün, lazım gəlsə pauza bas. Heç ara tələsmirik. Bundan daha da önəmli vaciblə mövzumuz var ki, özümüzlə əlaqəli, güvənlə əlaqəli, özgüvənlə əlaqəli. Əgər indi içində biraz narahatlıq hiss edirsənsə, bu yaxşı bir əlamətdir. Çünki dəyişiklik artıq başlayıb deməkdir. Bu çox möhtəşəm bir şeydir. Biz artıq dəyişim başlamışıq. Sənə onu deyim ki, mən özüm də narahat oldum bu söhbətdən. Sənə bu sualı verirsə, özüm də öz həyatıma dönüb baxıram. Belə. İndi gəl başqa bir tərəfdən baxaq mövzuya. Sənə bir dənə də sual verim. Həyatda hər şey daimidir. Cavabını bilirik də. Burada çox düşünməyə ehtiyac yoxdur. Daimi deyil. Hətta heç nə daimi deyil. Bugün sahib olduğun hər şey sabah əlindən alına bilər. Sağlamlığın gedər, pul gedər, vəzifə gedər. Hətta sevdiklərimiz bir gün yanımızda olmaz. İndi burada çox vacib bir nüans var. İnsanı yıxan şey nəsə itirməsi deyil. İnsanı yıxan o itirmə qarşısında verdiyi reaksiyadır. Bir daha təkrar edirəm. İnsanı yıxan şey nəsə itirməsi deyil. İnsanı yıxan o itirmə qarşısında verdiyi reaksiyadır. İki insan eyni itkini yaşaya bilər. Biri yıxılıb qalar, digəri bir müddət sonra yenidən ayağa qalxar. Fərq nədədir? Fərq birincinin xarici dünyaya, ikincinin isə özünə güvənməsidir. İndi bildin, əvvəlki o söhbətlər nə edir? Xarici dünya, daxili dünya söhbətlər. Əslində necə də bir-birinə əlaqəli imiş. Özünə güvənən insan həmişə belə deyil. Tamam, bunu itirdim, amma mən hələ buradayam. Yenidən başlaya bilərəm.
Vira bismillah deyib yenidən başlaya bilərəm. Xaricə güvənən insan isə itirdiyi ilə bilişdə özü də dağılır, özünü də itirir. Çünki onun özü yox idi. Öz güvəni yox idi. Bütün dayağı xaricdə idi. Çox qəşəng bir ifadə var. Bunun əsasən marketinq mövzularında deyirəm. Deyir ki, əgər qanadlar sənin deyilsə, yüksəlişin fəlakətdir. Bir gün o sənin olmayan qanadlar səndən gedəndən sonra nə qədər zirvəyə qalxmısansa, o qədər möhkəm yerə çırpılasın. Çox acı və ağır bir həqiqətdir. Baxın, biz bu özgüvən məsələsini birinci özümüz dərin bir şəkildə mənimsəməliyik. Sonra da şagirdlərimizi ötürməliyik. Şagird bir gün imtahandan aşağı qiymət alacaq. Bir gün sevdiyi universitetə girə bilməyəcək. Bir gün işdən çıxarılacaq. Biz onu ömür boyu qoruya bilmərik. Bizim edə biləcəyimiz tək şey onun özünə güvənən biri kimi formalaşmasıdır. Ən böyük bəlkə də müəllimlikdə müəllimin şagirdə verəcəyi şey budur. Biraz çox sual verdim bilirəm, amma bir dənə də sual verim. Biz müəllimlər özümüzdən bu gözlənişi nə qədər istəyirik? Bu gözləntini nə qədər formalaşdırmışıq? Bax, bu çox maraqlı bir sualdır. Çünki biz şagirdlərimizə özgüvən qazandırmaq istəyirik, amma bəzən özümüzün özgüvəni yoxdur, olmur. Müəllim direktordan gözləyir ki, onu müdafiə etsin. Valideyndən gözləyir ki, ona hörmət etsin. Şagirddən gözləyir ki, onu başa düşsün. Nazirlikdən gözləyir ki, maaşını artırsın. Bütün bunlar səhv deyil. Amma bir şeyi unutmamalıyıq. Biz bunları gözlədikcə özümüzdən gözləntimiz azalır. Özümüzdən gözləməyimiz azalır. Mən özümdən nə gözləyirəm? Mən hər gün daha yaxşı bir müəllim olmaq üçün nə edirəm? Mən oxuduğum kitablarla, izlədiyim videolarla, aldığım təlimlərlə öz-özümü nə qədər böyüdürəm? Bu suallar bizi narahat etməlidir, əziz müəllimlər. Daha doğrusu, sən də xitab edirəm, üzr istəyirəm, əziz müəllim. Narahat etməlidir bu suallar bizi. Çünki özünə güvənən müəllim hər şeydən əvvəl özündən gözləyən müəllimdir. İndi gəl bu söhbəti yavaş-yavaş yekunlaşdıraq. Bugün biz nə danışdıq? Biraz ümumiləşdirək, biraz summarize eləyək. Birincisi, özgüvən sözünü açdıq. Gördük ki, özgüvən geyimdə, pulda, vəzifədə deyil. Özgüvən öz-özünə güvənməkdir. İkincisi, bir dərs aldıq, bir qanun öyrəndik, bir qayda öyrəndik. İnsan xaricdən gözlədikcə nə olurmuş? Özündən gözləntisi azalırmış. İnsan xaricdən gözlədikcə özündən gözləntisi azalır. Üçüncüsü, gördük ki, yetişdirmək demək, birinin əvəzinə iş görmək deyil, ona fürsət vermək, onu məsuliyyət altına qoymaqdır. Dördüncüsü, anladıq ki, həyatda heç nə daimi deyil və insanı ayaqda tutan şey xaricdə sahib olduqları deyil, içində olduqlarıdır. Və nəhayət gördük ki, əgər biz müəllimlər şagirdlərimizi özünə güvənən insanlar kimi yetişdirmək istəyiriksə, bu yolda ilk addımı özümüz atmalıyıq. Çünki özündən gözləməyən bir müəllim şagirdinə bunu öyrədə bilməz. Son olaraq sənə bir tapşırıq vermək istəyirəm, əziz müəllim. Bu həftə sinifə girəndə özünü bir dəfə izlə, kənarda müşahidə elə. Bax, gör şagirdin cavab verməyə çalışarkən sən nə qədər səbr edirsən. Məsələni həll edə bilmədiyi anda sən nə qədər gözləyə bilirsən. Sən ona fürsət verirsənmi,
yoxsa tez onun əvəzinə edirsənmi? Və axşam evə gələndə öz-özünə bir sual ver. Mən bu gün şagirdlərimi nə qədər yetişdirə bildim? Cavabı verərkən özünə qarşı dürüst olmağı da unutma. Çünki həqiqi dəyişiklik, inan mənə, orada başlayır. Qalan hamısı boş söhbətdir. Belə, kofemizdə mən birəmiyə danışdım, kofem də soydu. Bugün səndən bu kofeni içmək, bir söz var, deyir, çay bəhanə söhbət, şəhanə söhbəti. İndi burada da bu kofeni içmək, xəyali kofe. Çox xoş oldu. Sənə ayırdığım vaxt üçün, səsimi bura kimi dinlədiyin üçün təşəkkür edirəm. Düşünürəm, həqiqətən faydalı olmaq nə deməkdir? Həqiqətən müəllim olmaq nə deməkdir? Müəllimlik etmək, müəllim olmaq arasındakı fərqi hiss etmək nə deməkdir? Görürsən, bu səsim nə qədər müəllimə çatacaq, nə qədər müəllim faydalanacaq. Heyecanlanıram bəzən. Bəzən də düşünürəm ki, alt tərəfi bir səsdir. Nə qədər insan bu mövzunu işləyib, nə qədər insan bu mövzunu danışıb. Amma bir dəfdən də inanıram ki, bu səs ciddi bir rezonans yaradacaq. Və bu da sizlərin sayəsində olacaq. Dinləyənlər dinlətdirəcək. Və bu dərsi, sırf bu dərsi özəl olaraq mən Beypurda Akademiyada bildirəcəm. Bu dərsi özəl olaraq open source edək, public olaraq edək və ətrafınızdakı insanlarla da paylaşa bilərsiniz. Növbəti dərsimizdə görüşənə qədər də özünüzdən gözləyin, özünüzdən gözləməyə başlayın. Kiçikdən başlayın, bir addım atın. Çünki özünə güvənən müəllim bir gündə formalaşmır. Bizim bir videomuz vardı, dənə-dənə, dəyişim dənə-dənə olur. Birdən-birə olmur, birin üstə bir qoya-qoya olur. O hər gün özünə verilən kiçik sözlər, tutulan kiçik vədlər var ki, onlardan möhkəmcə yapışın. Addım-addım inşa edin özgüvəninizi. Və bu bir acı və ağır bir reallıqdır ki, sizin qədər, daha doğrusu sizin özgüvənli olmağınızı sizdən daha çox sizə heç kim kömək edə bilməyəcək. Bu səs yazın belə. Hər şey sizin yanaşmanızdan asılıdır. Kiçik bir